Bismillahirrahmanirrahim. Xoş gördük sizi dəyərli izləyicilər. İnşallah ki, hər şey qaydasındadır və bizi öz xeyir dualarınızda unutmursunuz. Və başda bir nöqtəni qeyd edim ki, əgər istəyirsinizsə, sizin də suallarınız cavablansın, siz də öz suallarınızı bizə göndərə bilərsiniz. Şərhlərdə göndərə bilərsiniz, müraciət edə bilərsiniz ki, biz də o suallara cavab verək ki, sizin üçün daha faydalı və daha maraqlı olsun. Ötən dəfə biz Ramazan ayının xüsusiyyətləri barəsində danışmışdıq və bu Ramazan proqramına giriş idi. Yəni Ramazanda quracağımız proqrama giriş idi. Və proqram qurmaq üçün bir neçə nöqtəyə əvvəlcə diqqət yetirmək lazımdır. Ən çox bu müraciəti bizi xanımlar edib, çünki bilirik ki, xanımlar bir tək oruc halında olmurlar, eyni zamanda da ev əhlinin qayğısına qalırlar. Allah onları salamat eləsin inşallah və onlar çalışırlar ki, ən faydalı qidaları hazırlasınlar, evə qonaq qəbul edirlər, iftar süfrələri düzəldirlər. Sözsüz ki, bunların çox böyük bir savabı var, qeyd etdiyimiz kimi, əgər niyyət düz olsa. Amma proqram qurmaq üçün bir neçə nöqtəyə diqqət yetirmək lazımdır. Birincisi budur ki, insanın proqramı onu tərəqqiyə aparmalıdır, yəni inkişafa aparmalıdır, geri atmamalıdır, müsbət təsir qoymalıdır. İkinci nöqtə budur ki, proqramla bağlı dəyərlər tanınmalıdır, yəni insan dəyərləri bilməlidir, fürsətləri tanımalıdır, fürsətlərdən yaxşı istifadə etməyə çalışmalıdır, yaranan imkanatlardan ən gözəl şəraitdə, ən gözəl şəkildə istifadə etmək üçün proqram qurulmalıdır. Və üçüncü nöqtə budur ki, fürsətin dəyəri bilinəndə insan onun qədrini də bilir. Və nemətin qədri bilinən zaman daha çox faydalı olur insan üçün, daha çox yaxşı istifadə edə bilir. Dördüncü nöqtə isə proqramla bağlı ümumilikdə heç kəs öz proqramını digər şəxslərlə müqayisə etməməlidir. Niyə görə müqayisə etməməlidir? Çünki insanların həm cisimləri, həm ruhları, həm şəraitləri və işləri fərq edir. Hər kəs öz işinə uyğun, cismi vəziyyətinə və ruhi vəziyyətinə uyğun və proqram, belə deyək ki, vəzifələrinə uyğun proqram qurmalıdır. Məsələn, qadın kişi kimi, kişi qadın kimi eyni proqrama əməl etməyə də bilər. Çünki qadının evdəki məsuliyyəti başqadır, bəyin isə evdəki məsuliyyəti başqadır. Və bu yerdə artıq öz vaxtını neçə yerə bölmək məsələsinə toxunacaq ki, insanlar öz cisimlərinə, ruhlarına, işlərinə və olduqları şəraitə əsasən öz vaxtlarını neçə hissəyə bölməlidirlər. Ramazan ayından ən yaxşı istifadə etmək üçün neçə nöqtəyə diqqət yetirmək lazımdır proqramda. Birincisi budur ki, öz proqramımızı 3 şey əsasında qurmalıyıq. Əvvəla elm və mərifət, yəni bilgimizi artırmaq. Məsələn, elə bizim proqramda ki, məsələn, mən çıxıb danışıram, hansısa sualları cavablandırıram. Belə bir proqramları izləmək, hansısa Quran-ı Kərimin tərcüməsini mütaliə etmək, və yaxud Ramazan ayı ilə bağlı hansısa bir hədislər, kitablar mərifətimizi artıracaq, elmimizi artıracaq, bu ayın dəyərini bizə başa salacaq hər bir şey ki, təsir qoya bilər, onlardan istifadə etmək lazımdır. Və elm və mərifəti artırmaq zəminəsində hətta məsələn, belə deyək ki, söhbətlərə, moizələrə qulaq asmaq olar, Quran ayələrinin təfsirlərindən istifadə etmək olar və ilaxır. İkinci nöqtə isə, yəni vaxtımızı ikinci mövzu əsasında bölməliyik ki, o da budur, ibadət və münacat. Bu ayın ən üstün əməllərindən biri, ən sifariş olmuş əməllərindən biri məhz ibadət və münacat məsələsidir. Allahla münacat etmək, imamlarla münacat etmək. Və üçüncüsü isə yuxu və istirahət məsələsidir. Yuxu və istirahət məsələsi o qədər önəmlidir ki, hətta bu yuxu və istirahət məsələsi əgər yerində olmasa, düzgün olmasa, digər mərhələlərə də təsir qoya bilər. İnsanın elm və mərifətinə də təsir qoya bilər, ibadət və münacatına da istər zəif olsun, istər belə deyək, istər mənfi, istər müsbət cəhətdən təsir qoya bilər. Yuxu və istirahət düzgün proqramlaşdırılmalıdır və əgər insanın hətta məsələn, bunları da qeyd edək ki, bilirik ki, istər-istəməz adi haldan biraz normativlər dəyişir. Yəni, biz adi halda əgər məsələn,
namazdan, sübh namazından 1 saat öncə oyanmırdıq, 2 saat öncə oyanmırdıqsa, indi xanımlar xüsusilə bir neçə saat öncə oyanmalıdır, hazırlıq görməlidir, ev əhlini oyatmalıdır və yaxud da bəy olsun, fərqi yoxdur. Ola bilər ki, bəzi evlərdə bəylər süfrəni açırlar. Bu da bir ailəyə xidmətdir, heç fərqi yoxdur. Və əgər bəylər də məsələn 1 saat öncə oyanmalıdır, ən azından məsələn kifayət qədər su qəbulu üçün, çay içmək üçün və qidalanmaq üçün oyanırlar. Bu yüzden də yerbəyer etmək lazımdır. Yuxunu və istirahəti düzgün formalaşdırmaq lazımdır ki, insanın həm cismi, həm ruhu zərər görməsin və digər mərhələlərdən də düzgün və yaxşı istifadə etsin. Və amma bu yerdə bir neçə nöqtə var ki, mən bir qismini bugün qeyd edəcəm və digər qismini inşallah ki, sabahki gündə qeyd edəcəm. Ən birinci məsələ Ramazan ayında budur ki, proqramımızda Ramazan ayında budur ki, biz qeyd etdik ki, əvvəl niyyətimiz düzəlməlidir. Niyyət düzəldikdən sonra vaxt bölgümüzü 3 şey əsasında bölməliyik ki, elm və mərifət, ibadət və münacata yer ayrılmalıdır və yuxu və istirahətə yer ayrılmalıdır. Amma bunların özü də tələb edir ki, bəzi nöqtələrə diqqət yetirilsin. O nöqtələr nədən ibarətdir? Ən birincisi, məsələ haramlardan çəkinmək və günahlardan uzaq durmaqdır. Nəyə görə? Çünki əgər biz haramlardan çəkinməsək, günahlardan uzaq durmasaq, göz günahı, qulaq günahı, nə bilim, dil günahına mürtəkib olsaq, o zaman bizim oruç tutmağımız yalnız və yalnız acılıqdan ibarət olacaq. Bəs deməli biz bir dəftər ayırmalıyıq və indi iş daha asan olub. Nəyə görə? İndi gördüyümüz qədər, izlədiyimiz qədər, hətta hazır proqram dəftərləri də yəni satışda var, tərtib olunub əlhəmdülillah və biz bunlardan istifadə edə bilərik. Haramların tərki üçün məsələn bir siyahı tuta bilərik ki, hansı günahlara daha çox həssasıq, hansı günahları biz mürtəkib oluruq, hansı haramlar var ki, mən məsələn onları etsəm mənim orucumu məsələn zəiflədəcək keyfiyyətini, bu nöqtələrə diqqət yetirməliyik. Və gün ərzində ikinci məsələ budur ki, gün ərzində Quran oxumaq. Amma nə cür Quran oxumaq, nə şəkildə Quran oxumaq? Gün ərzində Quranı bu şəkildə oxumaq ki, məsələn, insan davamiyyətli edə bilsin. Həzrət Əli əleyhissalam buyurur ki, insanın böyük amma bir dəfə gördüyü işdənsə, yəni qısa müddətdə gördüyü işdənsə, onun az amma davamiyyətli gördüyü iş daha üstündür. Bəs deməli biz vaxtımızı elə bölməliyik ki, məxsusən də əziz xanımlar, siz ki evin bütün əksər işləri, məişət işləri, məsuliyyət sizin öhdənizdədir. Əlbəttə, yəni İslamda sifariş olunur ki, bəylər də öz xanımlarına ev işlərində, məişət işlərində kömək etsinlər. Amma əksər halda çünki xanımlar bu işləri görür və uşağın tərbiyəsi bütün evin demək olar ki, məsuliyyəti xanımların öhdəsində olur. O yüzden də özlərini heç də yükləndirməsinlər. Az görsünlər işlərini, amma davamiyyətli. Məsələn, əgər Quran oxuyuruqsa, davamiyyətli oxuya bilmək üçün lazımdır ki, məsələn, səhər çağı 15 dəqiqə Quran oxuyaq, məsələn, ya 20 dəqiqə Quran oxuyaq, axşam da və yaxud gecə yarısı da oyanaq, bir 15-20 dəqiqə Quran oxuyaq. Amma gün ərzində Quranla aramıza fasilə düşməsin ki, bu ayın dəyər tapmasının əsas mahiyyəti budur ki, bu ayda Quran-ı Kərim nazil olubdur. İnşallah ki, proqramının davamını gələn dəfəki verilişimizdə təqdim edəcəm. Bizi izləməyə davam edin. Allah ibadət və itaətlərinizi qəbul eləsin inşallah.